Hamıya salam, bu videoda Object klassı haqqında danışacağım. Object klassı Java-Lang paketin içində yerləşir və Java-da olan bütün klasslar, yaratdığımız klassların hamısı Object klassından extend eləyir. Yəni ki, mən burada belə bir dənə klass yaratsam, person deyə. Bu əslində gedir, arxada Object klassından belə extend eləyir. Hətta mən bunu sizə gətirəndə mənə warning verir ki, yəni ki, person klassı açıq-aşkar Object klassından extend edir və mənə deyir ki, yəni bu lazımsız kodu silə bilərsən də, yəni onsuz da bu ondan extend edir. Bir də onu yazmağa ehtiyac yoxdur. Yəni ki, iyerarxiyanın, yəni Java-da klassların iyerarxiyasının ən başında Object klassı durur. Bu o deməkdir ki, Object klassı həm də universal tipdir. Yəni mən burada main-in içinə gəlib Object o bərabərdir new person deyə bilərəm. Yaxud Object o2 bərabərdir. Belə bir şey yaza bilərəm. Yaxud bura gəlib integer dəyər mənimsədə bilərəm. Yəni ki, istənilən hər şeyi mən Object-lə yarada bilərəm. Klassların konstruktorunda compiler özü avtomatik super keyword-ni əlavə edir. Bu keyword Object klassının konstruktorunu çağırmaq üçündür. Yəni ki, personda arxa planda boş bir dənə konstruktor var. Yəni biz onu belə yazaq. Public person və burada arxada əslində belə bir dənə keyword çağırılır. Və mən bunu bassam, baxın bu gedib Object klassının konstruktorunu belə çağıracaq. İndi isə keçək Object klassında ən çox istifadə olunan metodlara. İlk metodumuz getClass metodudur. Bu metod obyektin runtime zamanı hansı klassa aid olduğunu bildirir və generic tipində bir class return eləyir. Yəni burada baxın tipi budur və bu native metoddur. Yəni ki, bu metodun daxilində yazılan kodlar C++ dillərində yazılır. Yəni Java-da yazılmayıb. Bu native keyword onu bildirir. Həmçinin diqqət yetirdiksə burada metod final keyword ilə yazılıb. Yəni ki, biz bu metodu override edib istənilən kimi dəyişə bilmərik. Bu obyektin iş prinsipi obyektin heap yaddaşdakı object header hissəsinə baxır və orada metadataya uyğun class pointer'ını tapıb return eləyir. Həmçinin bu obyekt metodun referansını yox, onun runtime tipini qaytarır. Məsələn, mən bura gəlirəm, yazıram ki, object bərabərdir new person deyirəm və cout object.getClass desəm, bunu run eləsəm, baxın bu person klassını return eləyir. Çünki bu obyektin referansı objectdir. Amma ki, onun runtime tipi person, yəni bu personun obyektidir, objektin obyekti deyil. İndi isə keçək equals metoduna. Equals metodu iki fərqli obyektin yaddaşda fərqli yerlərdə olmasına baxmayaraq, onların daxilindəki məlumatların eyni olub olmadığını müəyyən edir. Bərabərdir operatoru yalnız eyni yaddaş ünvanına sahib olmadığını yoxlayır. Ona görə də obyektlərin bərabərliyi bu operatorla yox, override edilmiş equals metodu ilə yoxlanılır. Gəlin persona bir dənə dəyərlər əlavə eləyək. Private string name, private int age, bir də surname əlavə eləyək. Constructor'ını yaradıram. Getir setter metodlarını yaradıram. Bir də burada equals və hash kodu override edirəm. Equals metodunu bu hər üç fieldə görə override edirəm. İndi mən burada deyirəm ki, person John Doe 25, person 2 deyirəm, bu da John Doe 25. İndi mən belə bir şey yazıram. Person equals person 2, bir də ki
person bərabərdir person 2. Mən bunları run versəm, baxın, bu ifadə mənə false qaytarır. Bu isə true qaytarır. Baxmayaraq ki, bunların dəyərləri eynidir. Yəni də bu ifadə mənə false qaytarır. Niyə? Çünki bu bərabərlik bayaq da dediyim kimi hip yaddaşdakı referansların elə bir eyni olub olmadığını yoxlayır. Bu obyektlərin referanslarını yoxlayır. Mən debug modda bunu run eləsəm, person obyekti yarandı. Baxın, bunun referansı 1038-dir. Person 2 obyekti yarandı. Bunun da referansı 1039-dur. Baxın, bu bunları yoxlayır. Bununla bu eyni deyil. Niyə? Çünki burada 1038 yazıb, burada 1039. Ona görə bu false qaytarır. Amma equal sizə true qaytarır. Niyə? Biz burada equals'ı override elədik. Bu göndərilən metodu əmrinci null olub olmadığını yoxlayır. Göndərdiyimiz metod person 2-dir. Person 2 null deyil. Niyə? Çünki biz burada obyekt yaratmışıq. Və or operatoru ilə this.get class, yəni ki, bu personun get klassı nə verir? Person verir. Bunu bayaq da yazdıq, yoxladıq. Bunların elə bir ki, tiplərini müəyyən eləyir. Runtime zamanı onların tiplərini müəyyən eləyir. Hər ikisi person olduğu üçün bu da true verdi. Daha doğrusu bərabər deyil deyə false verdi və heç bura girmədi. Bura girməyəndən sonra artıq GVM əmin olur ki, bunların tipləri eynidir. Ona görə rahatlıqla bunu, bu göndərilən obyekti persona cast eləyir. Persona cast eləyəndən sonra bir-bir buradakı fieldlərin hamısını bir-bir equals metodu ilə, daha doğrusu bu fieldlərin hər birinin bərabərliyini yoxlayır. Age integerdir deyə birbaşa elə bu bərabərdir ilə yoxladı. Bunlar stringdir deyə bunları da equals ilə yoxladı. Bunların da öz implementasiyaları var. Və bunların hamısı da true versə, bu metod ümumilikdə true qaytarır. Niyə? Çünki burada and operatoru var. Yəni, buradakılardan biri false versə, onda bu metod ümumilikdə false qaytarır. Məsələn, age ilə name eynidir. Mən surname'i burada dəyişirəm. Məsələn, deyirəm Smith. Run eləyirəm. Baxın, false qaytardı. Niyə? Çünki gəldi burada, bu true qaytardı. Bu da true verdi. Amma surname false verdiyi üçün avtomatik bura ümumi false qaytarır. İndi isə keçək equals metodunun kontraktlarına. Equals metodunun 4 kontraktı var. Refleksivlik, simmetriklik, transitivlik və consistent. Refleksiv odur ki, obyekt mütləq özünə bərabər olmalıdır. Yəni ki, mən bunları silirəm, yazıram ki, cout. Bu həmişə, bu ifadə həmişə true qaytarmalıdır. Baxın, true. Yəni ki, bu ifadəni biz poza bilərik, amma real praktikada, yəni heç yerdə belə şey yazılmır da. Əgər this bərabərdirsə o, mən buna deyirəm ki, return false. Təzədən belə eləyirəm. Baxın, false. Yəni, bu əslində səhvdir. Biz burada refleksivliyi pozuruq. Mən kodu təzədən düzəldirəm burada. İkinci kontraktımız simmetriklidir. Bu kontrakt deyir ki, əgər x obyekti y obyektinə bərabərdirsə, yəni equals'ın nəticəsi true qaytarırsa, onda y obyekti də x obyektinə bərabər olmalıdır. Yəni ki, əgər person 2-yə bərabərdirsə, onda person 2.equals person, bu da true qaytarmalıdır. Baxın, bu ikisi də true qaytarır. Növbəti kontraktımız transitivlikdir. Bu, əgər x obyekti y obyektinə bərabərdirsə, yəni equals true verirsə və y obyekti z-ə bərabərdirsə, onda x ilə z bir-birinə bərabər olmalıdır. Burada da person 3 desək, əgər
x y-ə bərabərsə və y z-ə bərabərdirsə, onda x obyekti z obyektinə bərabər olmalıdır. Yəni bunların üçü də true verməlidir. Dördüncüsü isə consistent. Əgər obyektlərin fieldləri dəyişməyibsə, equals metodunun nəticəsi eyni qalmalıdır. Məsələn, burada artıq person 3-ə ehtiyac yoxdur. Burada bunların fieldləri eynidir deyə biz true nəticəsi alırıq. Amma mən bunu belə eləsəm, false nəticəsi alacaq. Niyə? Çünki surname burada false qaytarır bizə. Surname yoxlanışı false qaytarır. Təzədən kodu dəyişirəm. Equals metodunun kontraktları da belə. Yəni ki, əgər equals metodunu override edəndə bu kontraktlar nəzərə alınmırsa, onda deməli bu səhv override olunub və bu gələcəkdə collectionlarla işləyəndə problem çıxara bilər. İndi isə keçək hashcode metoduna. Bu metod obyektin daxili məlumatlarına əsaslanaraq, yəni ki, fieldlərinə əsaslanaraq bir tam ədəd qaytarır, yəni integer qaytarır. Bunun əsas məqsədi hash əsaslı collectionlarda obyektin tez tapılmasıdır. Yəni ki, əgər mənim tutaq ki, belə bir dənə hash map'im var, içində person obyektləri var və yüz minlərlə içində, hash map'imin içində yüz minlərlə person obyekti saxlayıram və hər bir person obyektinin də içində yüzlərlə onun fieldləri var. Əgər mən bir dənə obyekti oradan get eləmək istəsəm, yaxud da obyekti axtarsam, equals metodu ilə gərək onun bütün hər şeyi yoxlanılsın. Və bu da performans açısından yəni çox pisdir. Ona görə bir dənə hashcode metodu olur hər bir obyekt üçün. Və onun fieldlərinə uyğun bir dənə tam ədəd qaytarır. Və nəticədə integeri yoxlamaq bir-bir yüzlərlə fieldi yoxlamaqdan daha sürətlidir. Ona görə hashcode metodundan istifadə olunur. Override edilən zaman adətən equals metodu ilə bir yerdə override edilir. Yəni adətən yox, bu mütləq şəkildə bir yerdə override edilməlidir. Equals metodu hansı fieldlərə görə override edilirsə, hashcode metodda həmin fieldlərə uyğun override edilməlidir. Yoxsa equals metodunun true qaytardığı obyektlər fərqli hashcode qaytara bilər. Bu da collectionlarla işləyərkən səhvlərə yol açar. Equals'un nəticəsi true olan obyektlərin hashcode nəticəsi də mütləq eyni olmalıdır. Yəni ki, burada person 1 var, bir də person 2 var. Əgər bu equals true qaytarırsa, onda bunların hashcodeları da eyni olmalıdır. Baxın. Hashcode'un da öz kontraktları var. Bunlardan birincisi internal consistency, yəni ki, əgər equals metodunda istifadə olunan dəyişənlər dəyişməyibsə, hashcode da dəyişmir. Yəni, mən bunu John idi, təzədən Smith-ə qaytarıram, run eləyirəm, baxın, equals false verdi və personun hashcode'u tamam ayrı şeydir, bunun da hashcode'u tamam ayrı şeydir. Ondan sonra ikinci kontrakt equals consistency'dir. Yəni, iki obyektin equals nəticəsi true verirsə, onda onların hashcode'ları da eyni olmalıdır. Bunu bayaq göstərdim. Yəni ki, bu equals true verirsə, bu hashcode'lar da mütləq eyni olmalıdır. Collision. İki obyektin equals nəticəsi false olsa da, onların hashcode'ları bərabər ola bilər. Belə bir şeylər mümkündür. Niyə? Çünki mən bu hashcode metoduna geçsəm, bu int qaytarır. Int'in doğrusu integerin maksimum qaytaracağı dəyər 2/32-dir. Yəni ki, 2/32-yə qədər olan dəyərlər qaytara bilər. Amma biz sonsuz sayda obyektlər yarada bilərik də. Yəni, sonsuz sayda fərqli fieldlərə məxsus obyektlər yarada bilərik. Yəni, 2/32 bu sonsuzluğun yanında, yəni çox kiçik qalır. Ona görə bəzi momentlərdə hashcode eyni ola bilir. Bu da hash map'lərdə collision yaradır. Amma onun üçün də fərqli düsturlardan istifadə olunur. Növbəti metod toString metoddur. Bu metodun işi obyekti daha oxunaqlı bir mətn halına gətirməkdir.
Və system.out.println metoduna bir obyekt ötürüləndə arxa planda əslində bu metod çağırılır. Yəni ki, mən burada cout person desəm, belə bir şey yazılır. Və əslində burada arxa planda belə bir yazı olur. Yəni belə bir dənə metod çağırılır. Mən bunun üstünə gətirəndə deyir ki, unnecessary-dir. Yəni ki, lazımsızdır bu. Yəni onsuz da bunu JVM arxada edir. Bu metod da hardan gəlir? Bu metod da yenə obyectdən gəlir. Obyektin get klası çağırılır. Yəni runtime zamanı onun tipi çağırılır. At işarəsi qoyulur və onun hash kodunu 16-lıq say sistemində çapa verilir. Run edirəm, baxın belə bir dənə şey gəlir. Hash kodun 16-lıq say sistemindəki dəyəri gəlir. Amma bunu override edib daha oxunaqlı eləmək olur. Mən buraya gəlirəm aşağıya. Baxın, toString var. Hər 3 fieldə görə deyirəm, OK deyirəm və baxın. İndi run eləsəm kodu. Mənim dəyərlərim gəldi. Name John, surname Doe, age-dəki 25. Bu zaman JVM gəlir burada toString metodu axtarır və gəlir görür ki, personun içində bir dənə toString metodu var. Artıq obyektin toStringini çağırmır. Yəni bu əslində inheritance-la bağlıdır. Mən bu inheritance videosunda ətraflı izah eləmişəm bu metodların miras alınması və s. kimi mövzuları. Əgər iki klass arasında iki tərəfli əlaqə varsa, onda toString metodu Stack Overflow error verə bilər. Yəni mən bura gəlirəm, məsələn bura gəlirəm, bir dənə adres klassı yaradıram. Bura deyirəm ki, private string street, bir də city deyirəm. Constructor yaradıram. Və həmçinin burada private person obyekti saxlayıram. Constructora da bu personu əlavə edirəm. This person bərabərdir. Belə getter setter ehtiyac yoxdur. Bir də mən bura toString-i override edirəm. Personda da həmçinin mən burada adres yaradıram. Adres üçün getter setter yazıram. Və bu toString-i silirəm. Obyectdən equalsa da artıq ehtiyacımız yoxdur. Bunları da silirəm. Bir dənə toString override edirəm. Və main-də belə bir dənə person yaradıram. Və adres, new adres elə belə olsun. Və persona da bu adresi set edirəm. Daha sonra mən personu çap edirəm. Bu zaman Stack Overflow error yaranır. Bu error niyə yaranır? Baxın, personu çapa verəndə gəlir personda toString metodunu axtarır JVM. Və gəlir görür ki, name stringdir, çapa verir, surname stringdir, çapa verir, age integerdir, çapa verir və adres var. Bu adresə baxır ki, bu obyektdir də, bunun da öz toStringi var. Ona görə gedir onun toStringini çağırmağa. Və gedir adresdəki toString metoduna, görür ki, city stringdir, çapa verir, street stringdir, çapa verir və burada personu görür. Personda ayrı bir dənə obyektdir, yenidən onun toStringinə gedir və burada yenə bayaqki kimi name, surname, age-ə baxır və adres görür ki, obyekti, yəni belə bir sonsuz dövrə düşür. Və bu da heap yaddaşı doldurduğu üçün, stack yaddaşı doldurduğu üçün Stack Overflow error yaranır. Yəni iki klass arasında iki tərəfli əlaqələrdə yəni diqqətli olmaq lazımdır belə şeylərdə. Bunu necə eləmək olar errorsuz? Məsələn, personu buradan yığışdırarıq. Təzədən main-i run versək. Baxın, name John, surname Doe, age 25 və adresi də burada gəlir yazır.
Object klassı haqqında bu qədər. Videoyu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.